Əliyev Məmməd, Müdafiə Nazirliyinin Poliklinikasının həkimi. Deməli, 20 aprel tarixində 286 sayılı məktəbdə dərs vaxtı, 3-cü dərs vaxtı, riyaziyyat dərsi vaxtı müəllimlər içəridə ola sinifdə cinayət hadisəsi baş vermişdir. Cinayətkar Turan adında şagird oğlumun arxasına xəlvəti keçərək xaincəsinə üzərinə yanacaq töküb alışqanla yandırmışdır və gülərək sinifdən çıxmışdır. İçəridə olduğu dövr, uşaqlar da içəridə olduğu dövr belə bir ağır, xüsusi amansızlıqla törədilmiş cinayət baş vermişdir. Bu cinayət dərs vaxtı olmuşdur. Bu hardasa qıraq yerdə, məktəbin arxasında olmamışdır. Sinifin içində dərs vaxtı baş vermiş cinayətdir. Özü də ümumi təhlükəli üsulla bu məktəbdir. Məktəbin içində nə qədər şagird, müəllim var. Məktəb yana bilərdi, tüstülənə bilərdi. Nə qədər şagird, müəllim dünyasını dəyişə bilərdi. Bu çox ağır cinayətdir. Özü də əvvəlcədən hazırlanmış, ev şəraitində hazırlanmış cinayətdir. Öz su qabının içinə xüsusi hazırladığı nə qatkısı olan bilmirəm, nə yanacaqsa doldurmuşdur və sumkasında hətta cinayətkarın qaz açarı da olmuşdur və gəlmişdim də hazırlanmış cinayətdir. Və ən maraqlısı məqam burada odur ki, cinayətdən bir müddət sonra, 5-10 dəqiqə sonra artıq anası da məktəbdə olmuşdur və Xəzər xəbərin müxbirinə müsahibə də vermişdir. Özü də o müsahibə zamanı görsənir ki, onun üzündə məmnunluq hissi var, razılıq var. Hər halda məktəbdəkilər, qonşular, qohumlar tanıyır, bilirlər ki, bu cinayətkarın anasıdır. Bu üçüncü şəxs kimi çıxış etməyi də qəribədir. Ona görə mənə qəribə gəlir ki, bu hansı mənəviyyata, hansı vicdana sığır ki, oğlu cinayət törətdiyi yerdə, məktəbdə cinayət törətdiyi zaman bir müddət sonra məktəbə gəlmiş və burada məmnunluq hissi ilə, razılıq hissi ilə müsahibə vermişdir. Üçüncü şəxs kimi müsahibə vermişdir. Bu sözsüz ki, həmin ailənin sosial, psixoloji vəziyyətinin hansı səviyyədə olduğunu göstərir və hər birimiz bilirik ki, uşağın tərbiyəsi ilk növbədə ailədən gəlir. Sözsüz ki, bu cür ailədə tərbiyə görmüş həmin məxluq, bax belə cinayətkar, quldur, qatil olacaqdır. Bundan başqasını gözləməyə dəyməzdir. Yəni ki, sən gələsən öz sinif yoldaşının arxasına keçib, xaincəsinə yanacaq töküb, yandırıb və ondan sonra sevinəsən, bu çox dəhşətdir. Bu artıq cinayət deyil, yəni ki, bu insanlığa qarşı cinayətdir, bu bir vəhşilikdir. Və anasının burada müsahibə verməyi, məmnunluq hissi ilə, razılıq hissi ilə, bir növ euforiya vəziyyətində müsahibə verir. O, onu göstərir ki, nə bilim, bu ailənin sosial-psixoloji vəziyyəti çox çətindir. Ona görə Murad bu məktəbə 3-4 aydır gəlmişdi. O ümumiyyətlə elə adamdır ki, indi mənim oğlum da yaxından bilirəm, deyirəm ki, bu ümumiyyətlə общительный adamdır. Yəni ki, cildi, sinif bunu qəbul elədi. Həm oğlanlarla, həm qızlarla çox yaxşı münasibət yaratdı. Yəni ki, sinif qəbul elədi və müəyyən qədər hörmət qazandı. Amma o birisi uşaq, o niyəsə elə də sinifin şagirdləri ilə qabaq olmuşdu bu hadisə. Bu onu göstərir ki, bunlar necə deyim, xırda bir şeyi qabardıb, şişirdib bir böyük problemi çevirmək istəyirdilər deyənə bu sinifdəki uşaqlar onu ilə münasibəti elə də sıx olmayıb. Ola bilsin Murad gəlib belə hörmət qazanandan sonra bunda müəyyən qədər antipatiya, qıcıq yaradıb və Murada qarşı nəsə bir qısqanclıq və nəsə bir cinayət törətmək istəyi yaradıb. Özü də bu hadisə olub aprelin 20-si. Biz bilirik ki, aprelin 15-də Türkiyədə dəhşətli bir hadisədə baş verdi. Orada məktəb şagirdi girib məktəbdə 8-9 nəfəri qətlə yetirmiş hadisə. Bunlar hamısı onu göstərir ki, bu hadisələr, o cümlədən Türkiyədə 5 gün qabaq baş vermiş hadisə buna bir növ qüvvət verici, qanadlandırıcı təsir göstərir. Bir növ dırnaq qəhrəmanlıq göstərib, bax belə adın tarixə yazmaq istəyib. Ona görə
heç bir əsassız, heç bir səbəbsiz belə bir cinayətin törədilməsi çox qəribədir ki, bu niyə görə belə bir şey eləyib. Ondan ötürü də o təxminən 3 gün qabaq, yəni ki, həftənin 5-ci günü, hadisə olub həftənin 1-ci günü, 5-ci gün bunların arasında xırda toqquşma olub. Yəni ki, sinifdə 6 nəfərin iştirakı ilə, hələ sinifdə o yaxınlaşıb, Turan yaxınlaşıb Murada nəsə söz deyib, bu cavabını verib, o qolundan, döşündən vurub, bu cavabını verib, o ayağından, bəli, 17-si 5-ci gün, şənbə bazar məktəb yoxdur, ayağından vurub, Murad cavabını verib, yəni ki, ayaq üstə toqquşma olub, deyim ki, kimsə kimisə sürüyüb yerlə, bir şey olur, yəni ki, bu insidentə görə, yəni ki, bunu səbəb gətirmək, bu sadəlövlüydür, bu daxil eləməyə, ola bilsin zamanları olmayıb, vaxtları olmayıb, heç kəsin ağlına gəlir, onu, hətta Zauşda deyib ki, suyu niyə tök, olsa o iyi hiss eləməyib və deyib ki, suyu niyə tökürsən Muradın üstünə, hələ həmin dəqiqə onu deyən zaman alışqanı götürüb vurub, yandırıb. Çox hündürə qalxmır, amma hadisə şahidlərinin dediyinə görə o sinifdə nə qədər uşaq olub, 30-a yaxın uşaq olub. Onlar dəhşətə gəlmiş, dala patoloqaca, əlbəttə onlar da çəkmiş şəxslərdir, qorxublar. Dəhşətli bir hadisədir. Sən sinifdə, hələ dərsin ortasında, müəllimin önündə, uşaqların yanında bu hadisənin törədilməsi bu dəhşətli bir şeydir. Alov patoloqacan qalxırdı. Yəni ki, onu çox çətinliklə həm Zauşun iştirakı ilə, həm də ilk növbədə mən qeyd eləmək istəyirəm Quluzadə Ayaz sinif yoldaşı böyük qəhrəmanlıq göstərib, halal olsun ona. O heç nədən qorxmadan yaxınlaşıb və Muradın söndürülməsində iştirak edib. Özü də xəsarət alıb. Özü də əli yanıb, travma alıb, əməlli başlı. Yəni ki, o Ayazın müdaxiləsi, qəhrəmancasına olan müdaxiləsi olmasaydı, bəlkə də Murad bizim indi aramızda deyil idi. Yəni ki, həyatda qalmayacaqdı. Onun qəhrəmanlığı sözsüz ki, bu tarixə düşəsi bir şeydir ki, hamı qorxduğu, qışqırdığı dövrdə bu yaxınlaşıb, əli ilə çalışıb söndürsün, öz əlini də yandırıb, travma kitabına düşüb, həmin o yanıq xəstəlikləri xəstəxanasına sarğı neçə dəfə gedib sarğısını dəyişiblər, əli əməlli başlı yanmışdı. Mən buradan ona əlbəttə ki, öz minnətdarlığımı bildirirəm, halal olsun ona, yəni ki, o Ayazın müdaxiləki Muradın durumu çox çətin və ola bilsin, indi aramızda olmayacaqdı. Murad 31 gün reanimasiyada qalıb, 37 gün xəstəxanada qalıb. Yəni ki, vəziyyəti hazırda onun müalicəsi davam etdirilir, hələ o yaraları tam sağalmayıb, onun sarğıların qoyuruq, dəyişirik. Yəni ki, xəstəxanada şərait elə də olmadı. Mən özüm də həkiməm. Həkimlərin verdiyi təyinat əsasında özüm evcəni davam etdirirəm. Hərəkətləri hələ məhduddur. Əllərin, qolların, çiynin, boynun hərəkətləri məhduddur. Bunlar sözsüz ki, müddətli reabilitasiya prosesləri getməlidir, müalicə tədbirləri getməlidir. Plastik əməliyyatlar, harda ki, dəri çox dərin zədələnib, orada plastik əməliyyatlar olmalıdır. Yəni ki, çox çətin bir duruma düşmüşdür. Şükür Allah'a Murad, indi onu da demək istəyirəm ki, mən bir ilk növbədə qan verən, yəni ki, bizim 3 dəfə aksiyamız keçirildi. Hadisə olub aprelin 20-si, aprelin 21-i, mayın 2-si və 16-sı. 3 dəfə Hematologiya İnstitutunun nəzrində olan qan bankında qan vermə aksiyaları keçirildi. O qan vermə aksiyalarında iştirak edən hər bir kəsə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Onlara çox sağ ol deyirəm ki, onların da zəhməti, əməyi olub ki, Murad indi həyatda qalıb. Yəni ki, onların zəhməti böyükdür. Eyni zamanda təhsil idarəsindən Anar müəllim, Qədim Əliyev Anar müəllim tez-tez zəng eləyib, maraqlanırdı. Heç olmasa, yəni ki, başqa mən Təhsil Nazirliyindən, Təhsil İdarəsindən kimisə görmədim, bilmədim xəstəxanaya və o aradan bir zəng eləyib, maraqlanırdı Muradın durumu ilə və eyni zamanda o qan vermə aksiyalarında aktiv iştirak edib Təhsil İdarəsinin işçilərini həmin o aksiyalarda iştirak etməsini tövsiyə etmişdi. Ona da öz minnətdarlığımı bildirirəm. Hal-hazırda dünənə qədər çox zəif aparılırdı. O hal-hazırda aparılır Yasamal rayon prokurorluğu və polis idarəsinin istintaq şöbəsində. Çox qəribəsi odur ki, cinayətkarın telefonu hamıya məlumdur, nömrəsini də biz bilirik. Amma müstəntiq mənə deyib ki, telefonu yoxdur. Sizi də məlumdur. Onun TikTok platformasında yazışmaların da və hansı ad altında yazdıqları da bilinir. Hər şey məlumdur. Yəni ki, bu öz yazışmalarında da müəyyən çox belə necə deyim, təhlükəli
təhlükəli anlayışlar verir orada, öz yazışmalarında aydın məsələdir ki, bu cinayəti müəyyən müddət ərzində planlaşdırırmış. Yəni ki, bu qəflətən 2-3 gün ərzində əmələ gələn fikir deyil. Sadəcə olaraq ola bilsin Murada qarşı müəyyən qədər antipatiyası yaranıb, səbəbsiz yerə. Yəni Muradın sinifə gəlib, sinifdə hörmət qazanmağı, həm qızlarla, həm oğlanlarla yaxşı münasibət, isə kommunikasiyasının zəif olmağı müəyyən qədər qısqanclıq hissi yaradıb. Mən elə başa düşürəm. Başqa bu hamı məndən soruşur ki, axı bu nə hadisədir, belə bir dəhşətli, belə bir cinayət. Axı hamı evladın məktəbə bu təhsil ocağıdır. Məktəbə göndərir ki, təhsili alsın. Bura konslager deyil. Adamı diri-diri yandırsınlar. Bu nə dəhşətli hadisədir. Görəsən nə hadisələr baş verib ki, burada belə bir ağır cinayət törədilir. Yenə də mən belə başa düşürəm ki, Türkiyədə olan hadisələr və Azərbaycanda olan hadisələr, bunlar hamısı onun psixoloji vəziyyətini daha da kəskinləşdirir. Hazırda onun cinayət şeyi 126.4 maddəsi ilə aparılır, amma sözsüz ki, bu iminə məhz həyatına qəsdir. Çünki o spirt olmayıb, onun çox güclü alışdırıcı qüvvəsi olub. İnsan insanı yandırırsa, öldürmək məqsədi ilə yandırır. Bunun başqa bir mənası yoxdur. Bir mənalı olaraq məqsədi öldürmək olub. İndi onun maddəsinin ha vaxt, necə və istintaq nəticəsində ola bilsin məhkəməyəcən dəyişdirilsin. İndi o istintaqın apardığı işlər nəticəsində olmalıdır. Və mən elə başa düşürəm ki, bu bütün dəlillər, sübutlar onu və özünün cinayəti törədib sinifdən çıxmağı, onun necə deyim, bir təşəbbüs göstərib o söndürülməsində iştirak etməməyi, yəni ki, tamamilə laqeyd olmağı onu göstərir ki, bunun məqsədi konkret öldürmək olub. Başqa o ağır xəsarət yetirmək üçün yandırmağa ehtiyac yoxdur. Küt alətlə vurmaq olar, simboliya küt alətlə vurmaq olardı, nə bilim, nəsə bir başqa bir cinayət törə, amma bunun yandırmağı sözsüz ki, göstərir ki, bu imini öldürmək məqsədi ilə eləmişdir. Yerlərdə, baş prokurorluqda, həm Bakı şəhər prokurorluğunda olmuşam, həm Azərbaycan baş prokurorluğunda olmuşam və orada öz ərizələrimi vermişəm. Nəticədə həm qəbulda da iştirak eləmişəm, həm şəhərin prokuroru cənab Elşən müəllim Abbasovun və Respublika Baş Prokuroru cənab Kamran müəllim Əliyevin qəbullarında olmuşam. Orada biz öz fikirlərimizi, öz düşüncələrimizi bildirmişik və fikir mübadiləsi olub ki, bu cinayətin araşdırılması, düzgün araşdırılması üçün əlimizdən gələni eləməliyik ki, haqq ədalət öz yerini tapsın. Çünki sözsüz ki, hər kəs öz əməlinə görə qanun qarşısında cavab verməlidir, bir mənalı olaraq. Heç kəs, mən qanundan ali deyiləm, qanun hər kəsdən alidir. Ona görə inanıram ki, bu cinayətkar qanun çərçivəsində öz cəzasını alacaqdır, bir mənalı.